Xətai rayonunda bıçaqlanma qeydə alınıb. Qardaşının döyüldüyünü görən 21 yaşlı İsmayıllı rayon sakini Mərhəmət Quliyev işlətdiyi kafedə 3 nəfəri bıçaqlayaraq onlara ağır bədən xəsarətləri yetirib. Rayon polis idarəsinin və 37-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində o saxlanılaraq istintaqa cəlb edilib. Məni vurdular. Getdim də stolun yanına, elə bir televizordur. Televizorun altında stol var. Stolun üstündə də bıçaq var idi. Belə çöndüm, baxdım, gördüm 7-8 nəfər qardaşımı döyür. Yolunda hər şey yaddan çıxdı. Hadisənin tam təfərrüatlarına gəlincə isə Mərhəmət Quliyev istintaqda baş verənləri etiraf edib. Onun sözlərinə görə qardaşı və Ağamusa adlı dostu ilə birgə şərikli kafe istifadəyə götürüblər. Bir gün həmin kafeyə mütəmadi gələn müştərilərlə Ağamusa arasında narazılıq yaranıb. Onların Ağamusaya sataşması Mərhəməti özündən çıxardıb. Aralarındakı mübahisənin məcrası genişləndikcə isə sözü gedən idmançı dostlar Mərhəmətgilin üzərinə 20-dən çox dostlarını da köməyə çağırıblar. Uzatmayaq da söhbəti. Gəlin içəri 2-2 şirin-şirin söhbət eləyirik. Burada nəyə qanqaraçılıq yaradırıq? O tutdu Ağamusanı, saldı içəri. Elə boynundan tutub salanda ona kəllə atdı. Sonra başladılar tappa-tapa. Tökülüşdülər üstümüzə, başladı tappa-tapa. Əsəbdən hakim ola bilməyən Mərhəmət stolun üstündəki bıçağı götürərək 3 nəfərə xəsarət yetirib. İndi isə əməlindən peşman olduğunu deyir. Onların valideynləri var. İndi gözləri yaşlıdır. Uşaqlarına görə narahatdır. Ancaq gələm elə hərəkət eləməzdilər də. Mən də gələ əlimi atmazdım, ancaq neyniyim? Dözə bilmədim. Gördüm qardaşımı döydülər, dözmədim. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onların həyati təhlükəsi aradan qalxıb. Mərhəmət Quliyevin barəsində isə Xətai rayon polis idarəsi tərəfindən cinayət işi açılıb, istintaq araşdırmaları davam edir.